Mücrünü, mücrünün içindəki mücrünü bir sandıq eylə, qəp istəyirəmsə, bir sandıq eylə. Onu bölütdülər. Yox, nəsimiş qapılı, bir sandıq eylə hazır, bir sandığı bunlar üç oğul arasında bölütdülər. Ata ölür deyə, can verir deyə bölütdülər. Ata da 3 gündən sonra ayılıqdı komadan. Ki, arvada deyir ki, hani bu haqq hesab nəmlə deyir ki, vallahi bilə də sən can verir uşaqlara arasında bölütdülər. Çatırın buramısın, belə, mən ölmüşəm ki, deyib, acığa düşüb, üçündən də alıb onu, oldu. Bugünkü günə kimi də bilinmir ki, o haradadır. O eşiyi, vərəyi, eşiyi, bacanı, hər yanı qazıb dökürdülər, aparat, hər şey çatırdılar, yoxdur. Bir dənə yol oradan dağa qalxır, aydın dağa. Bu da hüquqşünas oldu, bu kişi, hüquqşünas. Azərbaycanda birinci, yəni Sovetkar vaxtından sonra Rusiyada oxuyub, orada oxuyub gələn hüquqşünas oldu.